Petikit firmasının avtomatik yemək qabını açırıq indi. Bilirsiniz, bizim sığınacaq hədiyyə gəlmişdi. Bunu açmamışdıq. Tualeti açmışdıq, bunu yox. İndi görək. Bu da 300 manat dəyərindədir bu qab, yemək qabı. Nədir də? Bu zabratdakilə düz deyil. Bizdə 2 dənəsi var ya bunun. Eyni şeydir. Ha, eyni şeydir. Prosta bunun yox. Bizdəki həcmi çoxdur, tutumu. Bu azdır. Hə, bu azdır. Bu neçə litrdir? Xərcməsi olacaq. 2,5 litrdir deyəsən. Bu bizdəki 5 litrdir. Xərcməsi nə olacaq ki? Dən görə neçə litrdir bu? Litrajı niyə yoxdur bunun üstündə? Bunun üstündə litrajı yoxdur. Ha, bu 2,5 litrlik olandı. Bizdəki 5 litrlikdir. Bizdəki daha çox. Bizdəki belə idi. Ha, yekə. 2 dəfə bundan çox yemək tutur. Şey də yoxdur. Adaptırı. Yox, o da. Ha, nəmlənməsin deyə. Onu bura qoyuruq. Bura. Ki nəm çəkməsin deyə. Su çəkməsin. Su çəkməsin deyə bura qoyuruq. Görsən bunu əzbər bilirik. Bura qoyuruq bunu. O necə ki ayaqqabılar var, içindən çıxırıq altına. Nəm çəkməsin deyə. Yemək qoyanda içinə ağzım bağlayırıq ki, bu nəm çəkməsin. Yemək tökürük, proqramı quraşdırırıq. Yəni bu çox asandır istifadəsi. Bluetooth-a, Wi-Fi-yə qoşuruq aparatı, proqramı var telefonda. Neçə saatdan bir verməlidir, neçə dəqiqədən bir verməlidir falan filan, amma bütün günü şeydə olmalıdır da. Tokda olmalıdır. Amma nə qədərsə deyəsən qayıqda saxlayır. 1 saat deyəsən. Az saxlayır, hə. Belə bir şey olur. Belə, yəni bu çox xüsusi qeyri-adi bir şey deyil burada. Açdın, toka taxdımsa. Açdın, toka taxdın, bir dənə şeyə qoşdun, proqrama qoşdun. Bunun qeyri-adi belə şeyləri yoxdur. Funksiyası yoxdur. Sadəcə hə, funksiyaları nədir? Səslə çağıra bilirsən, pişiyi misal üçün çağırmaq istəyirsənsə, bunun şeyi yoxdur, görüntüsü yoxdur, kamerası olmur. Çünki bizdə bundan 2 dənə var. Biz keçən il bir də iniş il almışdıq. Daha doğrusu bunun böyük litrajı hətta bizdə var. O bundan daha bahadır. Bunda səsdir, görüntü olmur bunlarda. Səsdir. Sensordur, səsdir. Başqa heç nə. Yeməyi tökdüyün vaxtda pişik qabağına gəlsə saxlayır yeməyi. Hə. Tökmür. Düzdür. Belə, yəni çox çəkməyəcəm çünki qeyri-adi heç nə yoxdur burada. Mənim bu başqasındandır. Yox, ondan da prosta litrajı azdır bunun. 3 litr. 3 litr. 3 litrdir bu. Bizdəki 5 litrdir. 3 litr tutumu var bunun. İçi biraz dərindir axı. Hə, aşağı doğru dərindir. Burada içi belədir. Bu fırlandıqca yeməyi buradan belə tökür. Buradan gedir, gəlir, dolur bura. Nə qədər telefonda ayarlayırsınız da 100 qram, 200 qram, 300 qram. Baxır indi sizin pişiyinizin yediyi miqdara, bir də pişiyin sayına. Belə. Söz vermişdim ki, çəkəcəm, göstərəcəm. Ona görə də çəkib göstərdim. Quraşdırdıq, indi yeyirlər. Belə, sıra gözləyirlər yemək üçün. Sən elədin, hə? Çox tökmədən, niyə çox tökmədən? Qapımıza gəliblər acından. Ay Allah, acdılar. Qapımıza gəliblər acından, yemək verdik. Ay can. Can, qızım, can, nədir? Bu qızdı bunlar oğlan. Yiyin. Mama, gəl. Gəl, ye. Qızım, ye. Qorxma, ye. Hala bir dəri bir sümüydü, yazıq. Kızım, ha kızım. Yazıqdılar ya, Allah haqqı. Hay can, nədir? 100% məndəki sənin balondur, hə? O balacaq. Çünki kopya oxşayırsan ona. Hə, elə sənin balondur məndə. Yemək qabı yemək tökdü, amma biz nə edəcəyik? Biz yemək götürəcəyik. Çünki bugün qurd dərmanı vaxtıdır balacalar. Bugün qurd dərmanı
Sonra açtılar. Qurd dərmanı vaxtıdır quzum bugün. Ona görə yemək no. Yemək olmaz. Hamı gəlib yemək amma olmaz. Çünki qurd dərmanı veriləcək bugün sizə. Olmaz. Qurd dərmanı olmaz. Yemək olmaz, qurd dərmanı var çünki. Açdı da neyləsin. Götürmüşəm yeməyi, gedir baxır qabını çəkib bomboş. Vurma. Mənim oğlumu vurma, mıkkını vurma, öldürürəm səni. Mıkkı qurd dərmanı vaxtı dömürüm. Sən gözü təmizləyim. Ay yolka. Ay niyə vurursan? Qurd dərmanı verəcək ata sizə bugün. Olmaz yemək. Yazıq həsrətlə yanım qabını qoy. Ay can. Gözün niyə bulaşıb ömrüm? Yemək gözləyir. Qurd dərmanı sonra yemək. Deməli indi qurd dərmanlarını verəcəyik balacalara. Fenpraz. Belə qurd dərmanı var, belə göstərim. Fenpraz. Suspenziyadır. Bu adətən bala pişiklər üçün nəzərdə tutulub. Daha doğrusu böyük pişiklər üçün də nəzərdə tutulub. Biz adətən bunu bala pişiklərə veririk. 2 kiloya 1 milli olmalıdır. Dəqiq baxır indi. Belə bir qabdır. İçində belə bir şprisi var. İnsulin şprisi. 1 milli. Şimdi baxaq görək. Demək, tərkibini oxuyuram indi. 2 kiloya 1 milli verilir. 1 qram, yəni 2 kiloluq pişiyə bütöv bundan verilir. Və burada əlavə qeyd olunur ki, yarım kilodan aşağı çəkili pişik üçün suspenziyanın dozası azaldılmalıdır və birəbir qaynadılmış ilıq su ilə qarışdırılıb belə verilməlidir. Yəni pişiyin çəkisi əgər yarım kilodan aşağıdırsa, doza azaldılır. Misal üçün 3 dəfə azaldılır hətta. Нет. Не 3 dəfə. Düzdür. Doza azaldılır və birəbir qaynadılmış ilıq su ilə qarışdırılıb verilir. Bax, burada yazıb. Bilmirəm, orada nə qədər görsənir. İndi biz də pişiklərin çəkisinə uyğun verəcəyik. Toplam 5 millilik dozadır. Yəni əgər 2 kiloya 1 milli gedirsə, toplam 10 kilo üçün nəzərdə tutulub bu suspenziya. Bu pişiyimizə 1 kilodan aşağı olduğu üçün 0,3 verəcəyik. 0,3 bu formada tuturuq. Görünür yəqin ki. Все, getdim. Prosta eyni şprisdən verməyəcəm. Mən şprisi dəyişəcəm. Məndə var insulinlər, başa çıxan, iynəsi çıxan insulinlər, mən elə dəyişib elə. Bu orijinal qabın üstündə olan insulin iynəsidir. Bu isə məndə olan. Bu dozalar eynidir. Miqdar daha doğrusu eynidir. Bu balanı biz təzəlikcə götürmüşük. Bu balada ciddi dəri xəstəlikləri və qurd infaziyası olduğu üçün biz buna qurd dərmanı mütləq şəkildə verməliyik. Bu belə. Bu
Bu pişiyə 0.5 veririk. Yox, usma. Ey. Bu pişiyə də 0.5 verəcəyik. Yəni yarım milli. Aslında bu 1 kilodan ağırdır, amma təhlükəsiz də olacaq. Yəni ki 0.5 verirəm. Çünki paftor dadı yaxşı deyil, amma olsun. Gəl. Bu balacamıza da dağıtma normal. Bu balacamıza da 0.5 veririk. Yox, udğun. Buna da 0.5 verdik. Deməli 0.1 bundan, dərmandan 0.1 qaynadılıb soyudulmuş su. Yox, 0.1 0.2 bəs eləyəcək ona. Hələ ki 0.1 verək. Tiz yan olmasın. Aha, bu formada. Yolka. Hələ ki aşağı dozlanan veririk. Xoşuna gəlməyəcək bilirəm. Bu belə şeylər sevmir, amma ki seni qurban olum. Eyni qaydada da mıkıya. Belə. Bunun da xoşuna gəlməyəcək, bilirəm. Dadı pis olacaq, azca deyil. Ay can. Sevgi. Deməli, 2 dənə pişik gətirmişəm rentgenə. Ağciyərlərində nəfəs almaqlarında problem var, onları gətirmişəm. Plus, indi girəcəm sığınacaqdakı pişiklər üçün daxili parazit dərman almalıyam. 80 ədəd. Onu alacağım. İndi çəkəcəm. İcazə versələr çəkiliş eləyəcəm. Həm klinikada, həm də burada. Görək. Mən indi kameranı çevirim, sizə göstərim. Girişdə belə bir şey var. Salam. Nəsə xəstəliyi var. Ona görə şeydədir, varatnikdadır. Allergiyası. Вот. Tətəsin. Bizdə значит Karnilov yeməkləri haqqında demək istəyirəm. Karnilovdur, sonra Grandırfdır, Happy Cat yeməkləri. Bu yeməklər bilirsiniz ki, mən həmişə təriflədiyim yeməklərdir. Niyə? Çünki tərkibindəki ət həqiqətən yan məhsul deyil, sırf xam maldır. Yəni sırf təmiz ət olduğu üçün bu yeməyi bilirsiniz ki, Karnilovdur, sonra Grandırfdır, bir də Happy Cat ki, bu firmaları mən həmişə tövsiyə eləyirəm. Yəni şiddətlə tövsiyə edirəm. Yəni almaq istəsəniz, düzdür. Yenə pişiyə görə dəyişir. No, всё-таки bacarırsınızsa, əgər az pişiyiniz varsa, büdcəviz yetirsə, mütləq ki, bu yeməklərdən istifadə edin. Karnilovdur, Grandırfdır, bir də Happy Cat firmasının yeməkləridir. Əslində qiymət o qədər çox deyil.
Bu ne kilogram değil de bu kilogram 25 50 düzdür 25 50. No çeşidə görə dəyişir. Bəli, 24, 25, 22 baxır tərkibinə görə. Tədə təbii ki o çeşidə görə dəyişir. Hə burada görürsün misal 24 olan var, 22 50 olan var. Вот тоже Bu 22. ördəkdir. Bu məsələn maraldır, 22 50-dir bu da. Deməli mağazanın biz baytarlıq bölümünə girdik. Baytarlıq apteka daha doğrusu bölümünə girdik. Burada tək veterinar deyil, yəni təkcə ev heyvanları deyil, həm mal-qara, iri buynuzlu, xırda buynuzlu heyvanlar üçün də preparatlar, dərman, ləvazimatları var. Deməli, xarici parazit dərmanlarımızı aldıq. İndi gəldik klinikaya. Niyə? Çünki 2 dənə pişiyin nədən adı rentgeni var, rentgen olunmalıdır. İndi gəldik klinikaya. Aha, deməli. Vet Center baytarlıq klinikası gəldik. Aha. Deməli, bunlar da buranın daimi üzvləridir. Ay. Bunlar klinikada qalırlar. Sağ olun, necəsiz? Bizdə rentgen olacaqdı. 2 dənə rentgen. Sizə nə gözəl pişik göstərəcəm. Görün nə gözəl bir şeydir, tüklü, puşnu, tərtəmizdir. Yəqin ki baxırlar burada buna. O Norveç meşə pişiklərinə oxşuyur. Çox qəşəngdir. Heyf, kaş ki hamısının evi ola, hamısının. Təəssüf. Doktor indi bizim balacanı rentgen eləyəcək. Ümumi birinci baxış eləyir, sonra rentgen. Bizdə balacada çətin tənəffüs var. Может, там пушки открыты, я боюсь, что у них колодец принципе. Вот и спросить. Canım. Bir pişiyimiz budur, bir pişiyimiz də budur. Küçədən götürmüşdük, təzəlicə maşın vurub. Görürsünüz necə nəfəs alır, çətin nəfəs alır. Addışqası var, təngi nəfəs kimi. Sağdır Allah evde. Yapıyorum. Ciyərlərində də problem var. Vot, ha. Deməli, ağrıca pnevmoniya, ürəyində də genişləmə. Çok büyük mal ürək yaptı 80 ayda oldu. Ay yollamışsın. Nasıl? Bunun hardasa biz bir həftədir götürmüşük bunu. Müalicə olacaq. Hə, müalicə olunub. Sınığına görə müalicə olunub bu. Antibiyotik vurmuşsun. Vurulub. Bunun ayaqları falan. Ha, bu pişik burada olub əvvəldən. İlk rentgeni falan burada olunub zaten bu. Kim bakmış bana? Şəhrizad doktor. Bunda da eyni şeydir. Diyafram hastalığı. Diafram yırtığı. Вот. Kolay gelsin. Görürəm, qalxıb yuxarı hamısı bağırsaqlar. Diaframa yırtığı. Eynən. Normalda yani. Boz pişikdə çıxdı, ağciyər ödəmi, bir də ürək genişlənməsi. O müalicə ilə keçib gedən şeydir, inqalyasiyadır, küvəzdir, antibiotikdir, sidik qovuculardır falan filan. O qədər çətin bir şey deyil, müalicə olunacaq. Amma bu bir pişiyimizdə çıxdı diaframa yırtığı. Diaframa yırtığı çox təhlükəli bir şeydir. Gördüyünüz kimi bağırsaqlar artıq ürəyin yanına gəlib çatıb. O əməliyyat olunmalıdır. Onun da əməliyyat xərci, əməliyyatı 600 nə qədərdirsə, klinikada da qalmalıdır. Hardasa 1000 manata başa gələcək. Bir dənə pişiyin əməliyyatı. Belə düşdüm çətin vəziyyətə, qısaca desək.
Əməliyyat olunmasa da nəfəsi kəsilə-kəsilə öləcək. Yəni bu qədər sadə. Deməli 3 dənə qum aldım. İkisə 15 kiloluq itlər üçün yemək, bir isə 14 kiloluq pişiklər üçün yemək. Əslində qum almalıydım 9 dənə, yəni 90 litr, amma aldım 3 dənə 30 litr, çünki pulum çatmadı deyə məcburəm. Bu məhlənin pişikləridir. Məhləmizdə hardasa bir 15 dənə pişik var. Mən gidizdirirəm bunları həmişə. Mən yoxam deyə gidizdirən yoxdur bunları. Qabları boş idi. Gəldim, yeməklərimi verdim. Gedirəm. Bunlar deməli 4 qardaş idi. İkisini tülkü öldürdü, 7 öldürdü. Biri boğduda, daha doğrusu. Biri maşının altına qaldı. Bunu da mən zar-zor saxladım balacalıqdan. İndi gəldik. O diaframası yırtılan, maşın vuran, nəfəs ala bilməyən pişiyi klinikaya gətirdim. ARS klinikasına, vet klinikaya. Hələ ki qapını açan yox. Görək. Açdılar qapını. Gəldik. Deməli klinikanın həyətindəyəm. Siz bunlara baxın. Bu gözəlliklərə baxın. Hayca. Nədir qızım? Nədir qızım? Ay. Ne geçen otururlar. Onu yalıyor, hoşuna gəlir. Bence insanlar heyvanlardan öğrensinler. Sevgini, qayğını, nəvazişi, qorumağı. Deməli, bura stasionardır. Əməliyyata qədər burada qalacaq. Daha doğrusu burada müalicə alacaq birinci. Çünki bizdə qaraciyər dəyərləri yaxşı deyil. Bir də leykositlər falan çox yüksəkdir. Qanda çox güclü infeksiya var. Ona görə hələ ki müalicə alacaq. Ondan sonra, müalicədən sonra, ay can. Ne? Nədir? Ne olub? Həkim səni kömək eləyəcək inşallah. Birinci müalicə alsın, sağalsın. Ondan sonra olacaq əməliyyatı inşallah. Təbii ki, əməliyyatdan sonra da qalacaq klinikada. Niyə? Çünki əməliyyatı necə keçirdəcəyimi bilmirik də, yəni. İnşallah yaxşı olar. Siz mənim qabağımda niyə tullanıb düşürsünüz ki? Sizə qurban olum. Nə istəyirsiniz atadan? Ata gəldi və acımısınız? Hə? Acımısınız? Acımısınız? Üstümü yox da qızım, üstümü yox. Acımısınız? Hə? Acımısınız? Acımısan? Acıdaş! Doğru. Momo. Ham! Gözüm, nəfəsim, ürəyim, həyatım, mənim qoca oğlum. Ey!
My love. Ay qız. Az. Az. Hə. Bunların elədiyi bilirsiniz nə deyir tullanıb düşməklər. Mən səhərdən evdən çıxmışam. Ay qız. Az. Səhərdən evdən çıxmışam, məni görmürlər. İt də qardaş hündürə tullanar, qurban olaram. Səhərdən çıxmışam, görmürlər məni. Və səhərdən acdılar. Sənə qurban olum. Atanın qızı kimdir? Atanın qızı kimdir? Atanın qızı kimdir? Atanın qızı kimdir? Hay doğra. İndi gəlirəm sizə yemək vermək. Gözləm bir də girim evə sizə yemək verim. Yaxşı? Gözləyin. Gözləyin. Hə doğra. Gözləm amma. Gözlə verirəm. Sənə qurban, gözlə verirəm. Vermədilər yemək töküm. Dağıtdılar əlimdən kisəni. İt balaları. Mən də qalanı da dayı tökdüm ora məcburiyyətdən. Buna bax da. Bax bunlar imkan vermədi. Bax bu iki dənələr, bu iki bacılar var ha, bax bunlar. Ağnan Maylov. Bax bunlar ikisi imkan vermədi. Heç nə. Eyb yoxdur. Qabları qalıb orada. Eyb yoxdur. Yeyim belə heç nə olmaz. Hə, əsas ki yesinlər, düz deyil. Hə, əsas ki yesinlər. Biz də qutardıq. Dünən almışdım 15 kiloluq 80 manata. O da qutardı. Sabah gərək yenə alam. Çünki gündəlik 80 manat təkcə yeməyə gedir, itlərin yeməyinə. Heç nə. Deməli, bilirsiniz, sığınacaq üçün daxili parazit dərmanları alacaqdım. Yəni, qurd dərmanları aldım. Aha. Bu istifadə kitabçası. Bu da dərmanlarımız və dərmanlarımızın etiketləri. Yapışdırırıq ki, nə vaxt vermişik ki, yaddan çıxartmayaq. Budur. Caniverin Forte tablet 10 kiloya gedir. Həm it, həm pişik üçün. 80 ədəd. Bu da bizim alış çekimiz Petzon mağazası 340 manat. Niyə 340 manat? Toplamlar 320 manat edir bizə endirimdən. Amma 340 manat niyə? Çünki injeksiya üçün belə 18G ölçüdə şey də aldım. İqlalar aldım. Bax, belə iqlalar aldım. Məhz heyvanlar üçün nəzərdə tutulmuş iğnə başlıqları, şpiliç başlıqları daha doğrusu. Belə, bu arada bunu deyim ki, bu video 4 gün içində, 4 günün videosudur. Yəni 4 gün içində baş verənləri çəkmişəm. Bilirsiniz, səhhətimlə bağlı problem olduğu üçün gün içində çox şey çəkə bilməmişəm. Belə.